bu ikincinə. Baxın, görün ikincidə nə deyir bizə? Deyir, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin impulsu 2p olarsa. Uşaqlar, baxın, impuls deyir ha, impuls dəyişməsi demir. Deməli, mənim impulsum nədir uşaqlar? 2p-dir. Deyir ki, 1/4 periodda cismin impulsunu hesablayın. İndi 1/4 period olanda mən nə edirəm? Burada, deməli, çevrə çəkirəm. Amma cismin impuls dəyişməsini demirik uşaqlar. 1/4 periodda impulsunu deyir. İmpulsu yenə 2p olacaq təbii ki. Amma indi gəlin fərz edək ki, bizdən impuls dəyişməsini soruşur. Onda 1/4-də nə olacaqdı? Baxın, 1/4-də mən belə fikirləşirəm. Bura 1, 1/4 budur da, buradan bura gəlib. Hə. İndi mən nə fikirləşəcəm burada? Sürətim deməli belə olacaq burada və burada sürətim belə olacaq və mən görürəm ki, uşaqlar bu iki sürət bir-biri ilə də bunu gətirib bura qoysam 90 dərəcə əmələ gətirir. Onda burada sürət dəyişməsi nəyə bərabər olacaq? Delta V bərabərdir kök altda birincinin kvadratı üstə gələk ikincinin kvadratı. Yəni V kök altda 2. Vəssalam. Onda deməli uşaqlar burada impuls dəyişməm də nə olacaq? Delta P bərabərdir. Deməli 2p verib da burada. Düzdür? Cismin impulsunu 2p verib. Amma indi burada da impuls dəyişməsi mv olmalıdır axı. mv-ni 2p veribsə, sadəcə burada v-nin yerinə v kök altda 2 yazacağam da. mv yox, mv kök altda 2. Delta v yazaq. mv kök altda 2 olacaqdır. Bax, bu şəkildə olacaq. İndi burada bizdən bunu soruşmur. Bizdən impulsun hesablayın deyə. İmpuls 2p isə yenə 2p olacaq. Amma impuls dəyişməsin soruşsaydı, hə, onda kök altda 2 də məsələnin içinə girəcəkdi. Burada yox. Burada yox, amma elə olsaydı məsələnin içərisinə kök altda 2-ni də daxil etməli idi. Yəni 2p kök altda 2 də o şəkildə daxil eləməli idik. Bu belə. Dəyişmə soruşsaydı. Sonra baxıram. Niyə görə dəyişmədi? Çünki impuls deyir axı, impuls dəyişməsi deyir, impulsu hesablayın. Impuls 2p-dir həmişə. Çevrə üzrə hərəkətdə sürət sabitdir, uşaqlar impuls da sabitdir. Dəyişməni soruşsaydı, hə, dəyişmə soruşmur deyə yox. Aha. Uşaqlar, baxın, indi baxaq üçüncünə. Üçüncü məsələ. Biraz maraqlı məsələdir. Gəl görə bizə nə deyir? Deyir ki, deyən qulaq asın. F qüvvəsinin təsiri ilə 2t müddətində cismin impulsu delta p qədər dəyişmişdir. Bu birinci haldır. Deməli, qüvvəm F-dir. Zamanım 2t-dir və buna əsasən də impuls dəyişməm delta p-dir. Mən də onsuz da buradan istəsəm düstur da yaza bilərəm ki, onsuz da biləm ki, impuls dəyişməsi nəyə bərabər idi uşaqlar? F-t-dir da. F vuraq 2t yazıram. Çünki burada zamanı 2t verib axı. Yəni 2f-dir. Bu belə. İndi mənə deyir ki, həmin qüvvənin təsiri ilə, yəni uşaqlar nə etdim? F-i konstant saxladım. F konstant. Yəni yenə F-dir. Amma bu səfər deyir ki, bu cismin impulsu 0.5t müddətində. Zamanımı 0.5t elədim. Nə qədər dəyişər? Sual işarəsi. Delta P sual. Buna 1 deyək, istəyirsə delta P 1, çünki bu birinci halımdır. Buna da delta P 2 deyək də. Delta P 2 bərabərdir sual. Hə. İndi necə eləyəcəm uşaqlar? Heç nə, düsturla eləyəcəm. Düsturum necədir? Gəlin düsturumuzu yazaq. Düsturumuz belədir. Delta P bərabərdir F vuraq T. İndi burada mən nəyi sabit saxladım? Həmin qüvvənin təsiri ilə. Burada qüvvə sabit. Uşaqlar, qüvvəni qoydum qırağa. Mən görürəm ki, impuls dəyişməsi zamanla düz mütənasibdir sabit qüvvə olanda. Ay müəllim, bu nə deməkdir? Yəni, zaman nə qədər çox olsa, impuls o qədər çox dəyişəcək. Zaman nə qədər az olsa, impuls o qədər çox az dəyişəcək. İndi burada T1 zamanım nə qədər vermişdi? 2T. Bəs T2-ni nə qədər verib? 0.5T. Bəs impuls dəyişməmin birinci halı nədir? İmpuls dəyişmənin birinci halı deyir delta P-dir. Bax, özü verib delta P. İkinci halında soruşur. Aslılıq burada. Onda yazıram delta P1 bölək delta P2 bərabərdir. T1 bölək T2. Bax, düz aslılıq qurdum. Delta P1 nə qədərdir? Birincidə deyir delta P qədər dəyişir. Ona görə elə yazıram delta P. İçini bilmirəm. Bərabərdir. T1'im nə qədərdir? 2T. Bəs T2'm nə qədərdir? Deyir 0.5T olsa. İkinci hal budur 0.5T.
Buradan t'lərimi ixtisar apardım mı? Bəli. Deməli cavabım nə olur? 2 bölək 0.5. Yəni 2-ni elə bir ki 2-də 1-ə bölürsən də 4 eləyəcək də, düzdürmü? Yazıram 4. Onda buradan delta P2 nəyə bərabər olur uşaqlar? Deməli delta P bölək 4. 1-i də 4-ə böləndə 0,25 eləyir də. Yəni 0,25 delta P. Məsələn, cavabımız olur Y variantı. İndi bir dənə fokuslanaq. Zamanım 2t idi. Sonra nə oldu? 4 dəfə azaldı. Fikir verirsən, 2t'dən 0,5t'yə düşmək 4 dəfə azalmaq deməkdir. Ona görə impuls da 4 dəfə azaldı. Yəni delta P idim. Oldum indi nə? Delta P bölək 4. Ay müəllim, niyə eyni oldu? Çünki düz asılıdırlar. Bəs qüvvə hara getdi? Qüvvə sabitdir deyə qoydum qırağa. Çünki birincidə 5-dirsə, ikincidə də 5-dir. Eyni şey eləyəcəm. Ona görə o atdım qırağa. Qaranlıqsa qalsa soruşun. Bir şeyi zamana bölürsənsə ümumiyyətlə, həmin cəmiyyətdən deməli birinci tərtib törəmə almış olursan. Bax biz qüvvə nə almışdıq uşaqlar? Qüvvə bərabərdir impuls dəyişməsi bölək zaman. Bu o deməkdir ki, qüvvə bilirsiniz nədir? Qüvvə impulsdan deməli zamana bölürsən axı. Zamana bölürsənsə deməli qüvvə impulsdan zamana görə birinci tərtib törəmədir. Bu o deməkdir ki, yəni impulsdan törəmə alsam, birinci tərtib törəmə alsam, mənə qüvvəni verəcək. Onda sənə də impulsu burada belə verir. Fikir verirsən. Gəl indi buradan qüvvəni tapaq. Qüvvə nə idi uşaqlar? Qüvvə impuls bölək zaman idi ya da impulsdan birinci tərtib törəmə. Yazıram impulsdan birinci tərtib törəmə. O da bərabərdir. İmpulsu nə qədər verib? 10t kvadratı üstə gələk 4. Yəni bundan törəmə ala bilsəm uşaqlar qüvvəni tapacağam. O da bərabərdir uşaqlar. 10t kvadratın törəməsi nə idi? Bax üst gəlirdi qabağa. Vurulur 10-a. Olur 20. Olur 20. Üstü bir vahid azalır. T üstü 2 idi, oldum T. 4-ün də törəməsi 0-dır. Ədədin törəməsi 0-dır onsuz da. Onda qüvvəmi nə aldım uşaqlar? Qüvvəm sən demə 20T imiş. Bu oldu mənim qüvvəm. Düzdürmü? İndi deyək ki, 4-cü saniyədə qüvvə tap. Deməli, qüvvə bərabər idi 20T. O da bərabərdir 20. Vuraq zamanında 4 deyir də 4. 80 Newton və salam. Bu da oldu mənim qüvvəm. Y variantı 80 Newton. Bu törəməklə gedən məsələ idi deyə dedim özüm sizə başa salım. Baxaq 7-yə uşaqlar. 7 də maraqlı məsələdir. Gəlin baxaq. Deyir ki, sıxlıqları ρ1 1000, ρ2 3000 olan iki eyni həcmli cisim. Yəni V bərabər konstant, eyni həcmli, eyni sürətlə yazıram. V bərabərdir konstant. Biri həcmdir, biri sürətdir. Ha, aləmi qatmayın bir-birinə. Hərəkət edir. Bu cismin impulsları nisbətini tap. Deməli, bunlar mənə verilən sabitlərimdir uşaqlar. Sabitlərim bunlardır. Bəs verilən nə idi? Verilən də uşaqlar sıxlıqlardır da. Birin 1000 verib, birində 3000 verib. ρ2-də 3000 verib. Bunlar da mənim verilənlərimdir. Verilən. Bəs soruşulan nədir? Soruşulan da impulsdur. P2 böl P1. Bu da mənim soruşulanım. Uşaqlar, bax, verilən var, soruşulan var, sabit var. Mən belə məsələlərdə nə edirdim? Düstur tapırdım. Yaxşı, impulsun bir dənə düsturunu bilirəm də. Impuls bərabərdir MV. V sabitdir, qoydum qırağa. Amma burada M sabit deyil, axı M-i nə ilə açmalıyam? M ρV-dir da uşaqlar. Təbii ki, düsturda da bunlar olmalıdır. Düsturda elə belə yazmayın. Düsturda da bunlar olmalıdır. M-in yerini açıram. ρV vuraq V. Və sizdən bu da mənim düsturum. Tamamilə doğru bir düstur aldım. İndi sürət sabitdir, attım qırağa. Sabit şeylə mənim işim yoxdur. Sürət sabitdir, attım qırağa. Həcm sabitdir, attım qırağa. Görürəm ki, impulsla sıxlıq düz asılıdır. Düz asılıq qur geçsin də. Düz asılıq quracam geçsin. Onda yazıram nə? P2 bölək P1 bərabərdir ρ2 bölək ρ1. Və salam. Onda P2 bölək P1 bərabərdir. ρ2'm 3000'dir. ρ1'im də 1000'dir. Cavab elədi 3. Üstün. Deməli, impulsların nisbəti nə imiş? 3 imiş. Sıxlığı çox olanın, məsələn, bunun sıxlığı 3000'dir də, bunun sıxlığı çoxdur. İmpuls da çox olacaq. Niyə? Sıxlığın çox olmağı, kütlənin çox olmağı deməkdir. Kütlə də çoxdursa, impulsun çox olacaq da. Üstün. Deməli, deyir kütlələri 3 kiloqram yazdım. M1 3 kiloqram və M2 6 kiloqram yazıram. M2 bərabərdir 6 kiloqram. Olan iki cismə eyni zamanda, uşaqlar baxın bu söz boşuna deyil. Eyni zamanda, yəni yazıram T bərabər konstant. Yəni birincinin də zamanı ilə ikincinin zamanı eynidir.
bərabər qüvvələr, yəni F də bərabərdir konustan. Təsir edir. Deməli, 2 dənə cismin var uşaqlar, biri 3 kiloqramdır, biri 6 kiloqramdır. Bunlara eyni vaxtda eyni qüvvə təsir eləyir. Deyir, bu cisimlərin impuls dəyişmələri nisbətini hesablayın. Yəni, delta P-lər, delta P-yə bərabər sual yazıram da, çünki 2-ni 1-ə bölməlisən. İndi uşaqlar, burada belə bir nüans var. Uşaqlar burada bölünür 2 yerə. Birincisi deyir ki, müəllimə, impuls MV-dir. Bunun kütləsi çoxdur, azdır, sürəti çox olacaq. Bunun kütləsi azdır, sürəti çox olacaq. Kütləsi çoxdur, sürəti az olacaq. Orada necə baş verəcək? Ya da bir tərəf deyir ki, müəllimə, FT dəyişmirsə, onda impuls necə dəyişir? Burada 2-yə bölünür də, yəni insanlar. Belə deyək, biri deyir ki, P bərabərdir MV-yə görə. Bunun kütləsi 3-dür, bunun da 6. Onda yazaram ki, P2 bölək P1 bərabərdir M2 bölək M1, yəni 6 bölək 3, yəni 2. Müəllimə, cavabı aldım 2. Uşaqlar, bu düzgün gedişat deyil. Ay müəllim, niyə ki? İmpuls MV deyil. Mən burada impulsla kütlə arasında düz asılılıq qurma haqqım yoxdur ki. Uşaqlar, əlbəttə ki, var. Amma hansı şərt daxilində? Sən burada impulsla kütlə arasında bu şəkildə düz asılılıq qurmağı istəyirsənsə, həmişə nə olmalıdır? Üçüncü kəmiyyət, yerdə qalan kəmiyyət sabit olmalıdır. Məsələnin şərtinə bax ki, orada bərabər sürətli deyir, sürət sabitdir deyir, eyni sürətlə deyir. Bu sözlərin hər hansı biri varmı? Yox. Deməli, mənə V bərabər konstant şərti verməyib, baxır. Sən durub bu düstura əsasən bu cür bir asılılıq qurmağın düzgün olmur. Amma impulsun bir də ikinci düsturu hansıdır? Delta P bərabərdir F vuraq T. Uşaqlar, F sabitdir, T sabitdir. Əgər F dəyişmirsə, T dəyişmirsə, bu necə dəyişə bilər? Bir dənə mənə deyin. 10 bərabərdir, 10 bərabərdir, 5 vuraq 2. Deyir, 5-i dəyişmirəm, 2-yi dəyişmirəm. Onda bu 10 necə dəyişib 15 ola bilər? Nəsə bir fikir olan varsa desin. Ola bilməz axı, düzdür? Yəni, bərabərliyin bir tərəfində bütün kəmiyyətlər sabitdirsə, %100 digər tərəfində də sabit olmaq məcburiyyətindədir. Vəssalam. Onda deməli, buradan necə bir nəticə çıxır? Deyirsən ki, müəllimə, birinci cisim, ikinci cisim, ikisi də eyni zamanda, eyni qüvvənin təsirinə məruz qalıbsa, yəni tutalım ki, birinci cisim üçün zaman 5, qüvvə 2, ikinci cisim üçün də zaman 5, qüvvə 2-dirsə, çünki eyni zaman, eyni qüvvə deyir. Onda bunların ikisini bir-birinə vuranda 10 eləyəcək də, istəyir birincinin impulsu, istəyir ikincinin impulsu. Ona görə də burada impulslar, yəni delta P1 bərabərdir delta P2 olduğuna görə, dolayısıyla delta P konstant olduğuna görə də təbii ki, bunların nisbəti də mənə 1-i verməlidir. Düzdür? Nisbəti 1 verməli. İndi belə bir söhbət məqama çıxır onda. Ay müəllimə, bəs onda bunun biri 3 idi, biri 6 idi axı. Axı MV-yə görə düz gəlmir axı. Uşaqlar, deməli burada sürətləri fərqli olub da. Yəni burada elə bir ki, məsələn deyirəm, bunun sürəti tutalım ki, 4 imişsə, bunun sürəti 2 imiş də. Yəni, kütləsi az olana çox sürət, kütləsi çox olana az sürət qoydum. Düz asılıda MV ilə, düz qurdum da MV ilə tərs asılıda axı. Və fikir ver, bunun da impulsu 12 elədi, bunun da impulsu 12 elədi. Gördünüzmü? Yəni, kütlələrin fərqli olmağı hələ impulsların fərqli olmağı demək deyil. Yaxşımı? Orada sürəti sabit desədi, siz deyəndir. Budur. Amma sürəti sabit demir deyə, yəni birinin sürəti 4-də, birində 2-dir də, vuranda hər ikisi 12 eləyir. Yəni burada uşaqlar, impulslar eynidir. Hərəkət tənliyi -20 + 10t şəklində olan cisim. Deməli uşaqlar, birincisi sən burada görürsən ki, nə yoxdur? Kvadrat. Məsələn, 2t kvadratı, 3t kvadratı hissəsi yoxdur. Yəni at kvadrat bölü 2 hissəsi yoxdur. Niyə yoxdur? Deməli, təcil yoxdur ki, yoxdur da. Onda bu bərabər sürətli hərəkətdir, düzdür? İstəyirsiniz, mən onun tənliyini də yazım. O tənlik belədir. X bərabərdir -x0 üstə gələk VT. Bildik də bunu. Burada x0-ın yerində uşaqlar 20 durub. Düzdürmü? V-nin də yerində 10 durub. Vəssalam. Və mən buradan görürəm ki, bu necə hərəkətdir? Bərabər sürətli hərəkətdir. V bərabər konstant. Ay müəllim, nə bildiyi bərabər sürətlidir? Uşaqlar, üstə gələk at kvadrat bölü 2 niyə yoxdur ki? Yoxdur ki, yoxdur da. Təcil 0-dır və bu 0-a gedib. Ona görə yoxdur da, düzdür? Vəssalam, oradan bilirəm ki, sürət sabitdir. İndi başqa nə bilirəm uşaqlar? Başqa da bilirəm ki, impuls sürətin qardaşı idi da. Yəni, sürətin sabit olduğu yerdə %100 impuls da sabitdir. Ona görə də sən getməlisən
bu düsturu bu qrafiki çıxmalısan, bunu çıxmalısan, bunu çıxmalısan deyə başdan 3 variant getdi. Niyə? Çünki orada sabit deyil axı. Sənə sabitdir bir burada, bir burada. Oy, burada. Bir burada. Hə, indi bəs burada impulsum mənim nə qədərdir ki? Deməli, impuls uşaqlar həmişə mv-dir da. Düsturum nədir ki? mv. P bərabərdir m vuraq v. M-i verib 0.5, v-ni də mən özüm 10 tapdım. 0.5-i vurursan 10-a, o da eləyəcək 5. Mənfi aldım mı? Yox. Onda niyə mənfi də çəkim ki? Xeyri olar. Təbii ki, müsbətdə çəkəcəm. Ona görə də cavabımız olur A variantı. Deməli, birincisi uşaqlar, bu tənlikdən mən hərəkətin bərabər sürətli olduğunu çıxartdım. Bunun impuls dərsilə heç bir adiyyəti yoxdur. Bu düz xətli bərabər sürətli hərəkətin ifadəsidir. Oradan bərabər sürətli olduğunu çıxartdım və salam. Bərabər sürətlidirsə sürət, onda impuls da sabitdir. Ona görə getdim sabit qrafiklərdən tutdum. Sonra da impuls tapdım da mv ilə. Ki, neçə olmalıdır? 5. Ona görə də bir də 5-dən sabit xətt çəkdim bu şəkildə. Və salam, cavabım oldu A variantı. Uşaqlar, 17-də mən görürəm ki, yenə deyirəm, bunun impulsla heç bir adiyyəti yoxdur. Gedib çıxıram, dəyişən sürətlə hərəkətə. Və uşaqlar, mən sizə demişəm da, impuls gördüyüm burada. Özünü niyə çaşdırsan ki, bunları fərz elə ki, sürətdir. Fərz elə ki, hamısı sürətin zamanına asılı. Çünki sürətin zamanına asılı qrafiki necədirsə, uşaqlar, impulsuna zamanına asılı qrafiki həmişə elə olur. Eyni olurlar. Demirəm, qardaşlar, necə olmalıdır? Ona görə də bu eyni götürdüm. İndi deyir ki, koordinatın zamandan asılılığını vermişəm deyir, belədir deyir. Bu cismin impulsunun proyeksinin zamandan asılı qrafikini qur. Deməli, birincisi, başdan gedəcəm uşaqlar. Əzbərçiliyə heç cür yol vermirəm. X t-dən niyə düz deyil? Deməli, bunlar bölünməyiblər. Bəs kök altıdır. Yəni, parabolikdir da, belə deyək. Niyə? Deməli, burada kvadrat olmalıdır. O dəqiqə ağlıma hansı düstur gəlir? X bərabərdir. Bir dəqiqə. X bərabərdir. X0. Üstə gəl V0t. Üstə gəl AT kvadrat bölü 2. Ay müəllim, niyə bu? Uşaqlar, burada heç X0 yazmasaq dolardı. Çünki hərəkət koordinat başlanğıcından başlayıb. Ay müəllim, bəs niyə bunu götürdüm? Çünki uşaqlar, burada görürəm ki, axı bu şəkildə kökaltı var. Belə də olsaydı da, paraboladır da. Paraboladsa riyaziyyatdan bilməliyəm ki, düsturumda kvadrat olmalıdır. Ona görə də kvadrat olan düstur götürdüm da. Və salam, deməli, bu düsturdan bu qrafik alınıb. Bu cibdə, bunu bildim. Bu düstur nəyin düsturudur? Bu düstur bərabər təcilli hərəkətin düsturudur uşaqlar. Və A bərabər konstant. Bunu əvvəldən bilirəm. Çünki burada təcil görürəm da. Hə, təcilli hərəkətdə nə olurdu? Sürət sabit mi qalırdı? Əlbəttə ki, yox. Da sabit var da təcil. Ona görə də D variantı ola bilməz. Bəs bu necə hərəkətdir? Təcilli hərəkətin 2 növü var. Bərabər yeyinləşən, bərabər yavaşlayan. Hə, indi bu hansıdır? Bir dənə baxaq. Baxın, əgər demişdik belə bu şəkildə qanat çalırsa, yəni kvadratikdirsə, bu yeyinləşən idi. Amma bu şəkildə belə kök altı kimi T oxu boyunca sanki gedirsə, bu yavaşlayanın qrafikidir. Deməli, burada hərəkət yavaşlayandır. Bəs yavaşlayan hərəkətdə uşaqlar sürəti zamandan necə qururdum? Xətti quracam qurmağına. Çünki təcil nə idi? V çıxaq V0 bölək T. Bölünən kəmiyyətlər xətti asılıdır. Bu xətti quracam. Bəli. Birinci tapdım ki, xətti quracam. Belə yoxdur ay. Birinci xətti olduğunu isbat elədim buna görə. Hə, indi nə olmalıdır? Bəli, T oxuna yaxınlaşan olmalıdır ki, mən buna yavaşlayan sözün deyə bilim. Bu, ay müəllim, sürətin zamanına asılıdır. Bizdən impuls istəyir. Eyni şeydirlər də. Ona görə də oldu cavabımız C variantı. Mən sadəcə burada sizə nəyi də başa salmaq istəyirəm uşaqlar. Niyə xətti götürdüm? Gedib deyib əyri götürəydim da. Niyə xətti götürdüm? Çünki uşaqlar, sabitim təcildir. Qrafikimdə sürətin zamandan asılılığıdır. Bu üçündən ibarət düsturda kvadrat yoxdur axı. Bu üçündən ibarət düsturda görürəm ki, sürət zamana bölünür. Təcil sabitdir, təcili qoy qırağa. Sürət zamana bölünür. Bölünən kəmiyyətlərdə xətti olmalıdır. İndi artar, azalar, o baxacam da vəziyyətə. Burada yavaşlayan deyir deyə azalan götürürəm, ona görə T oxuna yaxınlaşır. Bəs cavabım oldu C variantı. Deməli, deyir ki, kütləsi 3 kiloqram olan cisim, yazıram, verilənlərimi həmişə yazmalıyam uşaqlar. Alim deyiləm ki, verilənləri yazmalıyam. M bərabər 3 kiloqram olan cisim çevrə üzrə deyir 2 metr böl saniyə sürətlə hərəkət edir, bərabər sürətlə. Deməli, V bərabərdir 2 metr böl saniyə. İmpulsum nə qədərdir uşaqlar? İmpuls MV-dir. Yəni 3 vuraq 2, o deyəcək 6. Kiloqram vur, metr böl saniyə. Əla. Davam edirəm. Deyir ki, zamanın 2də 5T hissəsində, 2də 5T, periodun 2də 5T müddətində impuls dəyişməsini hesablayın. Uşaqlar,
İmpulsu hesablayın demədi. İmpuls dəyişməsini hesablayın dedi. Ona görə də müəllimə impulsu MV demisiniz da 6 B variantı desən, təbii ki də cavabın səhv olacaq. Çünki sənə demir ki, impulsu hesabla. Deyir, impuls dəyişməsini hesabla. Ay müəllim, nə fərqi var impuls, nə fərqi var impuls dəyişməsi? Uşaqlar, bir kəmiyyətin özü ilə dəyişməsi başqa şeydir. İndi bir dənə deyim. Biri var ki, mənim 5 kitabım var. 5 kitab. Biri də var ki, mənim 2 kitabım var idi. İndi 5 kitabım var. Eyni şey deyil uşaqlar. Mənə 5 kitab verilməyi başqa şeydir. Burada sənin onsuz da 2'in var idi. 5 elədlərsə, deməli sənə dəyişməsi 3'dür. 3 kitab veriblər. Ümumiyyətlə əlaqəsiz şeylərdir. Gördünüzmü? Nə olsun ki, ikisi də kitabdır, nə olsun ki, kitab sayıdır. Yəni konkret sənə 5 kitab verilməyi başqa şeydir. Mənim 2 kitabım var idi. Verilən kitablardan sonra 5 kitabım oldu. Tamam başqa şeydir. Yəni əslində sənə ikinci halda 3 kitab verilib də. Bax, elə ki burada impuls dediyimiz şey budur. Dəyişmə isə budur. Yəni son çıxaq başlanğıcdır dəyişmə, yaxşımı? Ona görə də yadınızda saxlayın ki, çevrə üzrə hərəkətdə sürət sabit olsa da təcili olduğuna görə orada dəyişmə dəyişir. Sürətin dəyişməsi də dəyişir, impulsun dəyişməsi də dəyişir. Ona görə də bunların hamısı. Vəssalam. Ona görə sən burada 6 deyəməyəsən. Ay müəllim, bəs nə deyəcəm? Uşaqlar, bax bir dənə çevrə çəkirəm. Həmişə beləncə veriləndə çevrə çəkirdik axı biz. Çevrə çəkirəm. Bax 2'də 5 düzgün olmayan kəsirdir da. Mən o düzgün olana çevirsəm, burada tam alıram. Görürəm ki, 2 tam 2'də 1'dir da bu. Düzdürmü? T. Uşaqlar, bu cisim A'dan hərəkətə başlayıb 2 tam fırlanıb. Bunu mən neyinirəm ki? Tam fırlananda onsuz da impuls 0 olur da. 1 tam gedib, 2 tam gedib. Bu mənə tam getdiklərim maraqlı olmur uşaqlar. Mənə tamı neyinirəm? Mənə bu hissə maraqlıdır ki, bu gedib harda dayanıb? 2'də 1. Deməli, sən cismin 2'də 1'də getdiyi impuls tapasan. A nöqtəsindən hara gəlib uşaqlar? Gəlib B nöqtəsinə. 2'də 1 nə deməkdir? Yarı deməkdir da. Hə, indi burada mən impuls dəyişməsini tapmaq üçün kütlə onsuz da dəyişmir. 3 kiloqram, 3 kiloqramdır. Sürət dəyişməsini tapmalıyam da. A nöqtəsində sürəti belə çəkəcəm. B nöqtəsində belə çəkəcəm. Hamı məndən razıdır da. Çünki toxunan istiqamətdə olur da sürət. Deməli, bu V, bu da V. Hə, onda gəlin burada sürət dəyişməsini tapaq. Sürət dəyişməsi bərabərdir. Biz demişik ki, sürət dəyişməsi ilə ki, nisbi sürət tapırsan da. Eyni sürətdiksi, amma əks istiqamətdə. Əks istiqamətdə olanda bir-birinə nəzərən sürət toplayırdıq. Ona görə bunları toplayıram. V üstə V bərabərdir. Aldım 2V. Əla. Deməli, uşaqlar, mənim sürət dəyişməm nə qədər oldu? Sürəti 2 verməmişdi. Sürətim amma 2V'dir mənim. Yəni 2V bərabərdir 2. Sürəti də V 2 verib. O da 2. Bərabərdir 4. Yəni sən gedib da sürəti 2 yox 4 götürəcəksən. Onda impuls dəyişməsini necə tapacam? İmpuls dəyişməsi bərabərdir. Kütlə vuraq sürət dəyişməsi. O da bərabərdir. Kütlə vuraq sürət yox. Kütlə vuraq sürət dəyişməsi. Çünki impuls dəyişməsini tapıram. Kütləm 3'dür. Sürət dəyişməmdə necə tapdım? 4 tapdım. Yazıram 4. Onda alıram cavabı 3 dənə 4, 12 kiloqram vuraq metr bölək saniyə. Qısaca ay müəllim, bəs bunu necə gedirəm? Uşaqlar, qısaca belə gedirəm ki, əgər sürət dəyişməm 2'də 1'də 2V oldusa, impuls da 2P olacaq. Yəni, normalda impulsu 6 almamısan, 2 qatını götür da. Niyə? Çünki sürət 2 qat oldu axı. Sürətlə də impuls dedik ki, oxşardır da. Sürəti 2 dəfə artdısa, impuls da 2 dəfə artacaq. Yəni, 6 almısan sən əslində MV ilə, o 2 dəfə artır. Elə 12. Vəssalam. Cavabımız oldu A variantı. Yəni, day B. Müəllim, bəs 4'də 1 olsa, onda nə tər olur? Gəl 4'də 1'ə baxaq. 4'də 1. Yaxşı, bir dəqiqə, onda bunu sileyim. Bunu anladıq mı? Bunu anladıqsa, gəlin 4'də 1 də çəkək. Tutalım ki, 4'də 1'dir. Uşaqlar, bunların hamısını keçmişik, ha. Sürət dəyişməsində keçmişik. 4'də 1'də necə olurdu? Baxın. A bura 4 yerə bölürəm çevrəni. 4 yerə böldüm. 4 dənədən birini götürürəm da. Yəni, A'dan B'yə gəlirəm. Hə. İndi A nöqtəsində yenə sürətimin istiqamətini çəkirəm ki, belədir. B nöqtəsində belədir. Düzdür? Toxunan istiqamətdə də uşaqlar. Çünki cisim belə gəlib axı. Bax belə. Hə. İndi mən burada nə görürəm? Baxın, bu iki sürət bir-biri ilə nə əmələ gətirdi uşaqlar? Baxın, vektorialdır da 90 dərəcə əmələ gətirdi. Mən bunun dəyişməsini tapanda, məsələn, bu vektoru olduğu kimi gətirib bunun bitdiyi yerə gətirib qoysam, burada sürət dəyişməm nə olacaq? Deyib bu. Sürət dəyişməm olacaq, bax bu.
Burada mən nə aldım uşaqlar? Düzbucaqlı üçbucaq aldım. Özdə mənim sürət dəyişməm bu düzbucaqlı üçbucağın hipotenuzudur. Və salam da onda delta V nəyə bərabər olacaq? Delta V bərabərdir kök altında bu katetin kvadratı üstəgəl bu katetin kvadratı. Yəni V kvadrat üstəgəl V kvadrat. O da eləyəcək nə? 2V kvadratı V kök altda 2. Vəssalam. Onda deməli impuls dəyişməm də nə olacaq uşaqlar? MV mi? Yox. MV kök altda 2. Gördünüzmü? 4də 1-də belə olacaq. 4də 3-də də belə olacaq. Amma 2də 1-də nə olacaq uşaqlar? 2də 1-də əks istiqamət olduğuna görə çıxacaq. Yəni burada sən həmişə nə etməlisən? Sürətin istiqamətlərini çəkməlisən. İstiqamət çəkəndən sonra mən görəcəm ki, onlar necə qurulublar da və oradan dəyişməni tapacam. Qaranlıqca qalsa soruşun. Ay müəllim, bəs siz nə bildiniz ki, bu göy burada sürət dəyişməsidir? Uşaqlar, vektorların toplanması deyilən bir şey var da. Yəni orada vektorların toplanmasına görə düzbucaqlı üçbucağa tamamlanır o. Qaranlıqca qalsa soruşun yenə də. Deməli, 13-də deyir ki, düz xətlə hərəkət edən 3 kiloqram kütləli cismin, yenə yazıram, M bərabərdir 3 kiloqram. Proyeksiyasının, təcilinin proyeksiyasının zamanın asılığı verilib. Lap gözəl. Deyək, cismin impuls dəyişməsini hesabla. Başlanğıc sürəti yoxdur deyə, uşaqlar. Elə impulsu tapsam kifayətdir da. Impuls dəyişməsi nə idi? Son çıxaq başlanğıc. Bunun başlanğıc sürəti yoxdursa, başlanğıc impulsu da yoxdur. Onda elə impulsun nədirsə cavab odur da. İndi deməli, mənə impuls tapmaq lazımdır. Impuls nədir? MV. Qəşəng, M-in yerinə 3 yazacağım. Bəs V-nin yerinə nə yazım? Uşaqlar, sürət lazımdır mənə burada, düzdür? Bir dənə baxın, sürət özü nə idi başlanğıc sürət olmayanda? V0 plus AT. İndi V0 yoxdur, AT. Yəni, uşaqlar, A-nı T-yə vuranda sürət verir. Onda deməli, burada fiqurun sahəsini tapsam, sürəti tapacam. Bunu qayda kimi də onsuz yazmışıq ki, təcilin zamanın asılıq qrafiklərində grafikin altındakı fiqurun sahəsi ədədi qiyməti sürətdir. Onda gəl sürəti tapaq da. Yazıram. V bərabərdir S fiqur, yəni fiqurun sahəsi. O da bərabərdir. Yenə deyirəm uşaqlar. Ay müəllim, bəs mən necə rahat tapa bilərəm ki, hansı kəmiyyətin qrafikində fiqurun sahəsi nə olur? Uşaqlar, o dəqiqə bax, buradakı kəmiyyəti buna vur. Bax, vururam. Burada A verib, burada T. Vurdum bir-birinə. AT. AT sənə nə verir? Sürət. Vəssalam. Deməli, fiqurun sahəsini tapsan, sürəti tapacaqsan. İndi mən burada istəyirsiniz bu fiqura düzbucaqlı, baxın, istəyirsiniz bu fiqura düzbucaqlı və üçbucaq olaraq ayrı-ayrı bax topla. Ya da istəyirsən ümumi trapesiya kimi bax, fərqi yoxdur. İkisinə cavab eyni alınacaq. Deyə ümumi trapesiya da bu. Bunun sahəsini tapıram. İndi trapesiyanın yuxarısı nə qədərdir? Deyə bura ilə eyni də uşaqlar 3-dür. Üstə gələk. Aşağı oturacaq nə qədərdir? 5-dir. Bölək 2, vuraq. Hündürlüyüm nə qədərdir uşaqlar? Hündürlüyü də 5-dir. Vəssalam. Trapesiyanın sahəsi belə tapılır da. Yuxarı oturacaq, üstə gələ, aşağı oturacaq. Böl 2 vur hündürlük. Vəssalam. 3-ün üstünə 5 gələndə eləyir 8. Bölürəm 2-yə. Alıram 4. 4 də 5-ə vuranda 20. Sürəti tapdım 20. Vəssalam uşaq. Bundan sonra da uşaq oyuncağı da impuls nədir? İmpuls MV-dir. M-i 3 verib, V-ni də özüm 20 tapdım. Onda 3 dənə 20 eləcək 60 kiloqram vuraq. Metr bölək saniyə. Vəssalam. Bu da oldu bizim impulsumuz. Qaranlıqca qalsa soruşun. Amma burada impuls dərsindən bir dənə bunu bilmək var. Burada sürətin fiqurun sahəsi olmağı dərsi uşaqlar dəyişən sürətlə hərəkətin mövzusudur. Yəni, onu bilməmisənsə, deməli sən birinci mövzunu bilməmisən, unutmusan. Belə. Deyir ki, eyni istiqamətdə hərəkət edən iki cismin İmpulsuz saxlanma qanunu. Ay, sağ ol, afərin, tamamilə doğrudur. Deyir ki, toqquşmadan sonraki sürəti tap. Mən nə demişdim? Bəli, deməli demişdik ki, toqquşmadan əvvəlki impulsların cəmi toqquşmadan sonraki impulsların cəminə bərabərdir. Yəni, impulsun saxlanması qanunu mükəmməl. İndi baxıram ki, birinci cisim, bunu deyirəm, bunun toqquşmadan əvvəlki impulsu nə qədərdir uşaqlar? Kütləsi 2-dir, sürəti 10. Deməli, bunun toqquşmadan əvvəlki impulsu 20-dir. İndi ikinci cismə baxıram. İkinci cismin də görürəm ki, deməli, bu 20 oldu. İkinci cismində görürəm ki, kütləsi 3-dür, sürəti 5. Deməli, bunun impulsu 15-dir. İndi bu toqquşmadan əvvəlkidir uşaqlar. Yəni, yazıram P1, elə ki, belə yazırsan da M1V1, üstə gələk M2V2. Bunlar toqquşmadan əvvəlkidir. Bərabərdir. İndi uşaqlar, özə fikir verin. Bunların hər ikisi eyni istiqamətdə olduğuna görə sürətlərin ikisi də müsbət götürdüm da. Toqquşmadan sonra nə olacaq? Bir dənə öz-özümə o fikirləşirəm. Uşaqlar, bunlar toqquşandan sonra, belə toqquşdular da tutalım, düzdür. Toqquşandan sonra bunlar ikisi bir sürətlə gedəcək.
Buna V son sürət deyəcəm. O bilmirəm nə qədərdir. Bir də toqquşdular deyə bunların elə ki məsələn 2 1 idi, 3 1 idi. Daha kütlələrini deyəcəm 5 kiloqramda. Çünki kütlələri toplandı axı. Onda deməli kütlələrin yerinə yazıram M1 üstə gələ M2, yəni toplandılar, toqquşdular deyə. Sürətim də eyni bir ən sürətlə gedəcək də day bunlar. Biaqdan elə ki ayrı-ayrı cisim idilər. Toqquşandan sonra da birləşdilər axı. Ona görə də eyni cisim kimi gedəcəklər. Və salam. Və impulsun saxlaması qanuna görə bu ikisini bir-birinə bərabər qoyuram. Toqquşmadan əvvəlki, toqquşmadan sonrakıya. İndi burada M1 V1 üstə M2 V2-ni tapdım 20 üstə 15. Yazıram. Deməli 20 üstə gələk 15 bərabərdir. Uşaqlar, kütlələri ümumilikdə 5 kiloqram oldu. Elədi 5V. Məsələn, indi burada 20-nin üstünə 15 gələndə alıram 35. 35 bərabərdir 5V-yə. Onda V bərabərdir 35 bölək 5-ə. O da bərabər eləyəcək 7 metr bölək saniyə. Vəssalam. Bu şəkildə. Bir də uşaqlar, bir də sizə bir dənəsində demək istəyirəm. O belə daha rahat yoldur əslində. Baxın, səndən son sürət istəmir. Yazırsan nə? Bax, V son bərabərdir nəyə? Uşaqlar, impuls özü nədir? MV. Buradan V-ni tapanda nə alırsan? İmpuls bölək kütlə. Baxın, həmən şey yazacağım. İmpuls bölək kütlə. Yazdım. Amma burada bir nüans var. İmpuls da sistemin impulsu olmalıdır. Kütlə də sistemin kütləsi olmalıdır. Çünki ümumi sistemlə danışıram. O da bərabərdir. Uşaqlar, yəni burada kütlənin yerinə ay müəllim 2 yazacağam yoxsa 3? Uşaqlar, ikisinin cəmi yazacaqsınız. Çünki sistemlə danışıram. 2 dənə cisim var da burada. Ona görə kütlənin yerinə 5 yazmalısınız. İmpulsun yerinə də uşaqlar, sistemin impulsu deyəndə bir şey yanında saxlayın ki, yerə nəzərən impuls başa düşülür. Sistemin impulsu deyəndə yerə nəzərən impuls başa düşülür. Yəni, bunları bir-birinə nəzərən baxmırsan, yerə nəzərən baxırsan. Əgər mən bunları bir-birinə nəzərən baxsaydım, deyərdim ki, müəllimə, bir-birinə nəzərən də eyni istiqamətdə çıxın. Amma yerə nəzərən, bunlar ikisi də eyni istiqamətə gedirsə, onda toplayırsan. İmpulsları toplayırsan onda. P1 üstə P2. Yaxşımı? Bax, ay müəllim, niyə çıxmadım? Axı, eyni istiqamətdə bir-birinə nəzərən desəydi çıxardım da. Yerə nəzərən də eyni istiqaməti toplayırıq axı. Sistemin də niyə topladıq? Orada da deyərsən mət olmasa. Bax, sürətlər eyni istiqamətdə olduğuna görə. Xeyr. Sürətlər eyni istiqamətdə olduğuna görə Nigar, əslində çıxmalıyam. Çünki bax, sürətlər eyni istiqamət olanda bir-birinə nəzərən desə, Nigar, desə ki, birinci cismin ikincisine nəzərən sürəti. Deyirəm ki, müəllimə, bir-birinə nəzərən soruşur və bunlar eyni istiqamətə gedir deyə çıxıram. Bir-birinə nəzərən soruşur. Əgər əks istiqamətdə geçsəyirlər, toplayardım. Bu qaydadır. Birinci dərsdə keçmişik, nisbi sürət. Eyni istiqamət çıxılır, əks toplanır. Bir-birinə nəzərən deyəndədir o qayda. Amma yerə nəzərən olanda uşaqlar, o qaydanın tərsidir. Bu mən sizə demişdim. Mən demişdim. Bəli. İndi mən də sənə deyirəm ki, bu deyirəm sistemin impulsunu deyirəm. Sistemin impulsu həmişə yerə nəzərəndir. Yerə nəzərəndə o bildiyimiz qaydanın tərsidir da. Yəni eyni istiqamət toplanacaq. Normalda çıxıram, bir-birinə nəzərəndə çıxıram. Amma yerə nəzərəndə eyni istiqamət toplanır deyə burada da toplayacağam. Vəssalam, o da bərabərdir. Birincinin impulsunu aldım 20, ikincini aldım 15, bölək 5, vəssalam, cavabı aldım 7. Yəni biri var, burada 4 etapajdan gedəsən cavabı 7 alasan. Bir də var, bircə dənə ilə cavabı 7 alasan. Yenə deyirəm, əslində qaydamız budur, ha. Bu da buradan çıxır. Yəni deyim ki, bu səhvdir, yox. Sadəcə bu da impulsun saxlaması qanunudur elə. Sadəcə yəni sürət impuls bölək kütlədir. Sistemin impulsunu sistemin kütləsinə bölsən, onsa cavabı alacaqsan. 8 metr hündürlükdən sərbəst düşən. Əgər bu cisim 8 metr hündürlükdən düşürsə, get-gedə bunun hündürlüyü azalacaq da. Deməli, bunun maksimal hündürlüyü elə olub 8 metr. Yəni, böyük H 8 metrdir. Və kütləsi də 4 kiloqramdır. M-i də verib 4 kiloqram. J-miz də 10-dur da, uşaqlar. J də 10-dur. J bərabərdir 10. Düzdür? Bir dəqiqə, o da qeyd eləyək. J bərabər 10. İndi mənə deyir ki, tam mexaniki enerjini hesabla. Uşaqlar, tam mexaniki enerji nədir? Y tam əslində MJH ilə tapıla bilərdi, amma böyük H olsa. Elə burada da mənə böyük H verib. Onda 4 vuraq 10, vuraq 8. Bu da eləyir 320 joule. Vəssalam, elə tam enerji səndimə 320 joule-muş. Ay müəllim, siz potensial enerjiyi tapdınız. Uşaqlar, maksimal potensial enerji ilə tam enerjidir. Çünki 8-ci metrdən onsuz da kinetik enerjisi yoxdur bunun. Ona görə də elə tam potensiala bərabər olur. Ona görə də elə... Daha doğrusu sürət olmadığına görə. Bəli. O 8 metr hündürlükdə sürət yoxdur axı. Sürət ondan sonra yavaş-yavaş əmələ gəlir. Sürət yoxdur deyə kinetik yoxdur. Kinetik yoxsa tam elə potensialdır da. Ona görə potensial düsturu ilə tapdım.
Balaca bir hər hansı bir 3-cü metr hündürlük, 2-ci metr hündürlük belə bir şey desəydi yox. Amma 8-dən bu düşür. Deməli 8-dən bu 7-yə düşəcək, sonra 6, 5 belə gedəcək də. Deməli bunun ən maksimalı 8-dir. Maksimal hündürlük tamı verir. Maksimal sürət tamı verir. Ona görə də bu da olur tamın ifadəsi. Deyək ki, uşaqlar 2 kiloqram kütləli cisim yazıram. Yenə m bərabər 2 kiloqram. 20 metr böl saniyə başlanğıc sürətlə, yəni V0 bərabərdir 20 metr bölək saniyə. Şaquli yuxarı atılmışdır. Birinci saniyənin sonunda cismin tam mexaniki enerjisini hesabla. Uşaqlar, istəyir birinci saniyənin sonu olsun, istəyir 5-ci saniyənin sonu olsun, istəyir 3-cü saniyənin sonu olsun. Tam mexaniki enerji dəyişərmi? Tam mexaniki enerjinin saxlanması deyilən dərs keçmişik biz. Enerji olsa saxlanılır. Yəni tam enerji olsa dəyişmir və burada da tam enerji nəyə bərabər olacaq? Bu səfər uşaqlar gör nə eləyirəm? mv0 kvadrat bölü 2 ilə. Çünki adi sürət kinetik enerji düsturundadır. Başlanğıc sürət ən böyük sürətindir sənin. Çünki bu cisim 20 ilə atılıb yuxarı atılıbsa get-gedə sürəti azalacaq. Yəni bunun maksimalı 20-dir da. Ona görə də maksimal qiyməti mənə verdiyinə görə o tamı verəcək mənə. 2 vuraq 20 vuraq 20, 20-nin kvadratını 20 vuraq 20 yazıram. Bölə 2. İkiləri burada ixtisar aparanda alınır 400 joule. Bəli, nə soruşurdunuz? 400. Xeyr, cavab deyil. Ay su, bəli, afərin. 400 joule alınır. Yenə ay müəllim get bu səfər də tam enerji kinetikin düsturu ilə tapdınız. Uşaqlar, yenə deyirəm, başlanğıc sürətin düsturu tamın düsturudur. Çünki başlanğıc sürət atıldığı an cismin yerdən hündürlüyü yoxdur axı. Ona görə potensial yoxdur. Elə kinetik tamdır. Ona görə də tamı elə kinetikin düsturu ilə tapıram. Qaranlıq bizə qalsa soruşun. Yox, aydınıza keçək növbətinə. Bəs müəllim, o Buyur. V kvadratı bölünsün 2J düsturu ilə niyə getməliyik ki? Hansı düsturla? V kvadratı bölünsün 2J. Burada başlanğıc sürət deyir axı. V kvadrat belə 2J-də son sürətdir. Bir də tamın elə bir düsturu yoxdur axı. Sən kinetikin düsturlarından birini götürməlisən. Sən V kvadratı belə 2J H-ın düsturudur. Fərid, tam enerjin deyil axı. Fikrim aydın oldu. Hə. Aydın. başa Burada sən H-ı tapacaqdın onda. Elə də eləyə bilərsən. Necə eləyərsən? V kvadrat bölə 2 V0 kvadrat bölə 2J ilə H-ı taparsan, böyük H-ı. Sonra MJ-H düsturu ilə gedərsən. Yenə həmən şeydir. Amma burada J-ni verməyib da sənə. J-ni versəydə də gedə bilərsən. Sadəcə bu qala-qala niyə bir də ona gitsən? Keçdim 20-yə. 20-də mənə deyir ki, sərbəst düşən cismim sərbəst düşür uşaqlar. 1 və 2 nöqtələrində tam mexaniki enerjiləri və yerə nəzərən potensial enerjilər arasında hansı münasibət doğrudur? Deməli, uşaqlar, istəyir bu cisim 1 nöqtəsində olsun, istəyir 2 nöqtəsində olsun, istəyir yerdə olsun, istəyir göydə olsun. Fərqi yoxdur. Bunun tam enerjisi hər zaman eynidir. Tam 1 bərabərdir tam 2-yə. Tam enerji dəyişməz axı uşaqlar. Potensiala gəldikdə isə birinci halda cismin yerdən hündürlüyü bu qədərdir. İkinci halda cismin yerdən hündürlüyü bu qədərdir. Hündürlüyüm nə qədər azdırsa, potensial enerjim o qədər azdır. Deməli, burada Y potensial 1 böyük olacaq Y potensial 2-dən. Y1 böyük olacaq Y2-dən. Bəs nə qədər böyük olacaq uşaqlar? Bax, bunun hündürlüyü 15-dir, bunun hündürlüyü 5-dir. Hündürlüyü 5 dəfə çoxdur deyə enerjisi də 5 dəfə çox olacaq da. Onda Y potensial 1 bərabərdir. Hündürlüyü 3 dəfə çoxdur. 3 Y potensial 2-yə. Çünki Y potensial bərabər MJH-a görə eyni cisimdir, kütlə eynidir, J eynidir. Hündürlüklə potensial enerji düz asılıdır. Fikir ver, bunun hündürlüyü 15-dir, bununki 5-dir. Onda bunun da potensialı 15-ə mütənasibdir, bununki 5-ə. Ona görə də 3 dəfə çoxdur da. Bu şəkildə. Deməli, onda burada cavabımız oldu Y variantıda. Tamlar bərabər, amma birincinin potensialı ikincidən 3 dəfə çoxdur. Ay müəllim, niyə? Çünki birinci ikincidən 3 dəfə çox hündürlükdədir. 2 5-dədir, 1 amma 15-dədir. Hündürlüyüm çoxdursa yerdən hündürlükdən söhbət gedir. O da çaşdırmayın. Bəzən uşaqlar göydən hündürlüyü hesablayır. Yox. Potensial necə yerdən olan hündürlüklə hesablanır? Qaranlıq sizə qalsa soruşun.
Davam edək onda. 21-də. Deyək ki, cisimlər arasındakı sürtünmə qüvvələrini nəzərə almadıqda, bax görürsən, burada sürtünmə nəzərə almırıq da, nəzərə alsan qeyri-konservativ qüvvə də aləm dəyəcək bir-birinə. Sürtünmə qüvvəsinin nəzərə almadığı qapalı sistemdə potensial enerjinin kinetik enerjinin asılılıq qrafiki verilib. Nə gözəl. Deyək ki, C nöqtəsinə uyğun potensial enerjini hesabla. Uşaqlar, mən burada görürəm ki, B nöqtəsinə bir dənə fikir verin. B nöqtəsində potensial enerjim sıfırdır. Düzdür? Y potensial B bərabərdir 0. Amma B nöqtəsində kinetik enerji 80-dir. Gəl onda bir dənə tamı tapaq. Tam enerji həmişə potensial üstə kinetikdir. Yəni, burada 0-ın üstünə 80 gələndə, deməli, tam enerjim 80 imiş. Bu hər yerdə belədir. İstəyir burada A nöqtəsində, deməli, burada 80 yazılacaqmış. Çünki burada da kinetik 0-dır, potensialı 80 düşməlidir ki, tamı 80-i versin. Hər yerində cəm 80 eləməlidir. İndi mənə deyir ki, C nöqtəsində potensial tap. Mən baxıram ki, C nöqtəsində kinetikimə nə düşüb uşaqlar? C nöqtəsində kinetikin payına 30 düşüb. Deməli, Y kinetik C 30-dur. Onda tamın 80 olması üçün, uşaqlar, tam həmişə 80-dir o heç. Tamın 80 olması üçün Y potensial C nə qədər olmalıymış? 50 joule olmalıdır da. Düzdür? Ona görə cavabımız olur B variantı. Yəni, 22-də deyək ki, uşaqlar, cismin kinetik enerjisinin sürətin moduluna asılılıq qrafiki verilib, kütləyə soruşur. Uşaqlar, götürün də, kinetik enerji 10 götür, Y kinetik 10 götür. Məsəl üçün deyirəm, istəyən 40 götür, ürəyin azı istəyir. 10 götürürsənsə, sürəti 2 götür. 2. Kinetika 40 götürürsənsə də sürəti 4 götür. Və sən buradan M soruşur da, M bərabər sual. Deməli, Y kinetik bərabərdir mv kvadrat bölü 2-dir da düsturum. Buradan M-i tapaq. M bərabərdir 2Y kinetik bölək V kvadrat. O da bərabərdir 2 vuraq. Kinetiki 10 verib, sürəti də 2-dir. 2-nin kvadratı 4. Bu 2 ilə bu gedəndə 2 qalır. Onu da 2-yə böləndə alıram 5 kiloqram. Deməli, kütlənin 5 kiloqram imiş. Bunu özüm qoydum ki, qrafik işləməyi öyrənək. Deməli, deyir ki, R radiuslu polad kürə, yazıram. Şala, R1-mi R verib, V sürəti ilə V1-mi V verib, hərəkət edərkən kinetik enerjisi Y kinetikdir. Kinetik enerji 1-də Y verib. Deyir ki, indi R bölü 2 radiuslu polad kürə, yazıram. R2 bərabərdir R bölü 2. V sürət ilə hərəkət edərsə, uşaqlar, V2 də bərabər V. Bax, bu da V, bu da V. Onda deməli, avtomatik mən bildim ki, burada V bərabər konstant imiş. Kürə sürətlə hərəkət edir, kinetik enerjisi nə qədər olar? Y kinetik 2 bərabərdir sual. İndi düstur yazmalıyam. O dəqiqə deməyin, uşaqlar. Müəllimə dedik ki, sürətlə kinetik enerji eyni olacaq. Yox. Çünki burada kütlə eyni deyil, uşaqlar. Kütlə eyni olsaydı siz deyən idi. Kütlə eyni deyil. Bax, yazıram. Y kinetik nədir, uşaqlar? mv kvadrat bölü 2. 2 ədəddir, bu heç. Sürət də sabitdir. Amma kütlədən müəmmalıyam. Deniyə. Bərabərdir. Kütlə özü həmişə rho v-dir. Yazıram, rho v vuraq. V kvadrat bölü 2. O da bərabərdir. Uşaqlar, yadınızda sizə həmişə demişəm. Polad kürə deyəndə, ümumiyyətlə kürə deyəndə, planet deyəndə, həmişə həcmin yerində kürənin həcmini açırsan. Rho-nu qoydum, kürənin həcmin yerinə yazacağam. 3/4 pi r kubu. Vuraq V kvadratı bölə 2. Sənin düsturun budur. Gəlin düsturumuzu bir dənə yazaq. Y kinetik bərabərdir. Deməli, 6-da 4 qalır da qabaqda. 6-da 4 yazmayaq. 6-da 4 yaxşı çıxmır da. 3-də 2. 3-də 2 qalır. 3-də 2 rho pi r kubu V kvadratı. Bu da oldu mənim düsturum. İndi bu düstura görə mən nə görürəm uşaqlar? Bir dənə fikir verək. Bu düstura bax bir dənə. Sürət sabitdir. Pi sabit ədəddir. Rho sıxlıqdır, sabitdir. 3-də 2 də ədəddir. Kinetik enerji radiusla kubik düz asılıdır. Vəssalam, kubik düz asılıq qurursan. Ay müəllim, bəs bu nə deməkdir? Yəni, əgər sənin radiusun 2 dəfə azalıbsa, 1-dən 2-yə keçəndə, onda kinetik enerji də azalacaq. Neçə dəfə? 2-nin kubu dəfə. Yəni, 8 dəfə. Yaxşımı? Onda olacaq Y kinetik bölək 8. Bəs ay müəllimə, belə yazsaq belə yazacaq. Y1 bölək Y2 bərabərdir R1 bölək R2. Düz asılılığımı qurdum. Amma R-lərin üstünə kub yazmaq şərti ilə. Surətini, belə deyək də, qüvvətinə. Vəssalam. Buradan nə alınır? Y1-i Y verib, Y2-ni bilmirəm.
R1-i R verib, R-in kubu R kubu bölək. R2-ni R bölü 2 verib, onun kubu R kubu bölü 8 edir. Bu R kubları gedir, 8 çıxır yuxarı. Onu da buradan çarpaz vursam, Y2 bərabərdir, Y bölü 8. Qısa. Bu da oldu sənin cavabın. Amma yenə deyirəm, şifahidə gedirəm ki, radius 2 dəfə azalıbsa, enerji 8 dəfə azalacaq. Niyə? Çünki radiusla enerji kubik düz asılıdırlar. O azalıbsa bu da azalmalıdır, amma o 2 dəfə azalıbsa bu onun düz kubu qədər azalmalıdır. 3-də mənə deyir ki, uşaqlar, cismi 20 metr bölü saniyə başlanğıc sürətlə yazıram. V0 bərabərdir nə? 20 metr bölü saniyə sürətlə. Şaquli yuxarı atılmışdır, lap qəşəng. Deyir, hansı hündürlükdə yazıram? H bərabər sual. Cismin potensial enerjisi kinetik enerjisindən 4 dəfə çox olar. Yəni, Y potensial bərabər olar nəyə? 4 dənə Y kinetikə. Düzdür, bunu soruşur da məndən. İndi J'ni də 10 verib. İndi uşaqlar, burada bölə 2J. 400 bölə 2J. Yox, 80-i biz neyinik ki? Yox, heç ehtiyac yoxdur. 400 bölə 2J yazacaq da maksimal hündürlüyü tapmaq üçün. 400 bölə 2J. O da bərabərdir. Mən burada deməli maksimal hündürlüyü nə qədər tapıram uşaqlar? 420-yə böləndə 20. Maksimal hündürlüyü tapdım 20. İndi gətirib bununla yerində gedək onda. Bir dəqiqə. Maksimal hündürlüyü tapdıq 20. H maksimum 20-dir uşaqlar. Onda nə yazıram? Y tam bərabərdir. Y potensial üstə gələk Y kinetik. Bu heç. İndi Y tam bərabərdir. Uşaqlar, Y potensial üstə gələk. Gör Y kinetikin yerinə nə yazacağam? Y potensial bölək 4. Ay müəllim, niyə? Çünki deyir axı, potensialdan 4 dəfə az olsun. Y potensial bölək 4. Bu nə eləyir? 4-də, deməli, 5Y potensial bölək 4. Və salam. Y tamın yerinə yazıram. EMJ böyük H, yəni 20. Bərabərdir 5 vuraq MJ kiçik H bölək 4. Və son, burada MJ-lər hər tərəfdə ixtisar gedir. Adi daşlar topluda elədiyimiz məsələdə də elə bilin ki. Onda 5H bərabərdir 80-ə. Yoxsa 5H bərabər 80 alınır da. Bəli. Ay, sağ ol. Onda H bərabər olur nəyə? 80 bölək 5-ə. Bu da 12 eləyir, yox, neçə eləyir 85? 16, ay, bəli, 16 metr. Bəsəm, cavabım oldu belə. Deməli, mən bunu necə elədim, uşaqlar? Birinci, maksimal hündürlüyü tapdım. Ay, müəllim, maksimal hündürlüyü mən necə tapacağam? Uşaqlar, cisim yuxarı atılanda nə olur? Başlanğıc sürətinə atılır, gedir. Burada maksimal hündürlüyə çatan son sürəti 0 olur. Ona görə də düsturum V kvadrat çıxaq, V0 kvadrat bölə 2J deyil. Oradan V-ni at, V0 kvadrat bölə 2J-dir. Oradan maksimal hündürlüyü tapdım. Sonra da burada yenə qoyub getdim. Adi topluda elədiyimiz kimi. Mən birinci elə bildim başlanğıc sürəti, adi sürəti istəyir. Ona görə sürəti tapdım, amma yox, sürət istəmir axı, hündürlüyü istəyir. Aldım 16 metr.